Mən bir çox ölkələrdə fikir vermişəm ki, avtobus zolaqlarına eyni zamanda taksilər də buraxılır. Bəziləri deyir ki, taksi də bir ictimai nəqliyyatdır, onu da avtobus zolağına buraxmaq lazımdır. Belə bir fikirlər var. Amma yenə də taksilərin bura buraxılması nəzərdən keçirilirmi yoxsa yox? Hazırda taksilərin daxil olması nəzərdə tutulmayıb. Çünki bilirsiniz, taksi sayı da az deyil. Düzdür, müəyyən islahatlar aparılır taksi sahəsində və düşünürəm ki, biz taksilərin hazırda həmin zolağa daxil olmasının icazə verilsə, bu bir qədər avtobuslar üçün effektivliyi biraz azalmış olar. Mən bəzi ölkələrdən misal gətirərək unutdum onu qeyd eləmək ki, məsələn üçün Tiflisdə orada da kifayət qədər yəni çox taksi var, amma bütün taksilər deyil, premium taksilər var. Məsələn üçün onlarda bugün Bakıda nə qədər taksi var? 30 min vardı, səhv eləmirəmsə, 30-40 min olardı. Onun 10 minini müəyyən eləyib, hansısa bir premium segmentə aid eləyib, daha bahalı qiymət yəni eləməli. Yəni belə təcrübə vardı, yəni belə deyək. Elə təcrübə var, müxtəlif ölkələrdə müxtəlif cür təcrübələr tətbiq edilir. Ancaq düşünürəm ki, gələcəkdə baxıla bilər məsələlərə ki, hansı yöndə, hansı tədbirlər görülsün, necə olsun, amma hazırda bununla bağlı bir plan yoxdur.